Hər vaxtınız xeyir olsun, əziz şagirdlər, hörmətli müəllimlər. Bugünkü video izahda faiz nisbət tənasib bölməsinə aid sınağın izahına baxacağıq. Bütün videolarda qeyd etdiyim kimi, bu videoda da qeyd edim ki, rəy bölməsində yerləşdirən platformaların linklərinə daxil olaraq həmin platformalarda paylaşdığım sınaqlardan, suallardan, qaydalardan, izahlardan və s. pulsuz şəkildə yararlana bilərsiniz. Və bundan əlavə video izahların sizə faydası varsa, kanala abunə olub bildirişi aktiv edə bilərsiniz. Riyaziyyat dərslərimizə qoşulmaq və ya riyaziyyat dərslərimiz haqqında məlumat əldə etmək üçün isə ekranda göstərilən nömrəyə WhatsApp-da yaza bilərsiniz. Hər birinizə uğurlar olsun. Başlayaq sualların izahına. Buradakı suallar ilk sınaq olduğuna görə faiz nisbət tənasibət üçün sualların bir çoxunu sadə və orta səviyyədə yazmışıq. Bundan sonraki sınaqlarda isə faiz üçün əlavə bir sınaq təşkil edəcəyik və əsasda orada məhlul məsələləri, yəni izləmədə qalıb həmin sınaqlardan, izahlardan xəbərdar ola bilərsiniz. Başlayaq, elə isə vaxt itirmədən birinci sualdan. 40 ədədin 25%-ni tapın, ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölməli. Yəni 40 vurulsun 25%-ə, göstərilən faiz, bölünsün 100-ə. 100 ilə 25 ixtisar gedər 4, 40-ı 4-ə bölərik, cavab edər 10 A variantı. İkinci sual tənasib bölməsinə aiddir. Deməli, A bölünsün B bərabərdir 3 bölünsün 4, yəni 4-də 3. A-ya onda biz 3K, B-yə 4K deyərik. Cəmləri deyir 28. Deməli, onda 3K üzərinə gəl 4K bərabər 28. 3 o da 4, 7. 28-i 7-yə böləndə K bərabər olar 4-ə. Onda A 3 4-ün 12, B isə 4 4-ün 16 imiş. Bizdən soruşur B-ni tapın, cavabımız edir 16, D variantı. Üçüncü suala baxırıq. Malın qiyməti 60 manatdan 75 manata qaldırıldı, qiymət neçə faiz artdı? İki cür həll edə bilərik. Deməli, 75-i bölərik 60-a, ümumi görək neçə faiz. Faizin tapmaq üçün isə vururuq faizə, yəni 100%. İxtisarları aparsaq, 60 ilə 100 20-yə ixtisar edər. Qalar burada 5, 20 ixtisar gedəndə qalar burada 3. 75-i 3-ə böləndə düşər 25. 25-i ilə 5-ə vuranda bu edər 125%. Yəni nə qədər artıqdır? Ümumi hər zaman birinci tam hissə 100% götürürük. 125-dən, yəni 125%-dən çıxanda 100%-in cavab edər 25% artıq. Bir bu yolla yaza bilərsiniz. İkinci. Bir saniyə ekranı silək. İkinci yolumuz isə belədir. 60-dan 75-ə deməli artıbsa, nə qədər artıb? 75-dən çıxırıq 60-ı, bu eləyir 15. 15 60-ın hansı hissəsidir deyəndə nə etməliyik? 15-i bölərik 60-ı. Faiz ilə soruşduğuna görə vururuq 100%. 15-in 60 15-ə bölünər 1, 15-ə bölünəndə 4. 4-də 1-i də 100-ə vuranda bu deyir 25%. Yəni 100-ü bölü 4. Yenə də eyni cavabı almış olur. Keçək növbəti 4-cü suala baxaq. 4-cü sualda. 3 fəhlə işi 12 saata yerinə yetirərsə, 4 fəhlə neçə saata yerinə yetirər? Deməli, 3 fəhlə, burada qeyd edək, fəhlə 12 saata, bu isə vaxtdır, saat. 4 fəhlə neçə x? Bəzən burada şagirdlərimiz çaşır, çarpaz şəkildə vurur, 4-ü 12-yə, 48, sonra 3-ə bölür 16. Xeyr. Nə üçün xeyr? Çünki fəhlələrin sayı artırsa, niyə o işi daha gec bitirsinlər? Hər zaman yadda saxlayaq. İşçi ilə zaman və yaxud da işçi sayı ilə belə deyək. İş, bunlar bir-birinin tərsinədir, yəni tərs mütənasib. Əsasda burada yadda saxlayın. İşçi ilə zaman tərs mütənasib. Bunu real həyatına əlaqələndirin hər zaman. Ta ki, qayda yaddan çıxdı, real həyatına əlaqələndirin. Məsələn, siz hər hansısa bir iş görürsünüz, məsələn deyək 5 saata. Sizə dostunuz gəlir kömək etməyə. Kömək edirsə, siz o işi nə edirsiniz? Daha tez bitirirsiniz. İndi deyirsiniz, yox, mənim dostum gəlir, başımız qarışıq, daha gec görürük. O da ola bilər. Amma ümumi reallıqda götürsək, kimsə bizə kömək edirsə, biz həmin işi daha tez bitirmiş olur və olur tərs mütənasib. Tərs mütənasibdə yadda saxlayın, qarşı-qarşıya vurulur. Qarşı-qarşıya. Tərs mütənasib belə yaz. Qarşı-qarşıya. Düz mütənasibdə isə belə qeyd edirik. Düz mütənasibdə isə çarpaz şəkildə. Qarşı-qarşıya vuranda 4 vur x bərabər olacaq 3 vur 12.
3 12-ni 36, 4-ə bölündə x bərabər 9. Yəni fəhlələrin sayı bir nəfər artdığına görə zaman isə nə oldu? Azaldı. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 5-ci suala baxırıq. Duzluluğu 20% olan 300 qram məhlulda neçə qram duz var? Təbii ki, bu da sadə suallarımızdan biridir. Yəni 300 qramdır, 20% duz. Vurduğunda faiz göstərəndə 20%-ə bölürük 100-ə, 100%-ə cavab edir neçə? Deməli 5-ə böləndə 60. Yəni A variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sualda deyir 120 ədədi 2, 3, 5 ilə düz mütənasib hissələrə bölündü. Böyük hissəni tapın. Əgər düz mütənasib hissələrə bölünübsə, düz mütənasib nə deməkdir? Bir daha təkrarlayaq. Düz mütənasibdə hər hansısa biri artırsa, digəri də artır. Hər hansısa biri azalırsa, digəri də azalır. Tərs mütənasibdə isə biri artırsa, digəri nə olurdu? Azalırdı. Məsələn, belə deyək də, tutaq ki, evdən məktəbə gedirik müəyyən bir zaman ərzində, düzdürmü? Tutaq ki, məsələn, 6 saata. Əgər sürətimizi 2 dəfə artırsa, artıq neçə saata gedəcək? 2 dəfə sürətimiz artdığına görə 3 saata. Yəni burada artıq oldu nə? Tərs mütənasib. Biri artdığına görə digəri nə oldu? Azaldı. Düz mütənasib isə necədir? Məsələn, 10 manata, tutaq ki, belə deyək, 2 kiloqram konfet almaq olursa, 2 kiloqram konfet almaq olursa, 20 manata nə qədər? Artıq 4 kiloqram. Çünki 2 dəfə artdısa, alacağımız şeydə 2 dəfə nə olur? Artıq olmuş olur. Bu isə olur düz. Deməli, düz mütənasibdə qayıtsaq suala, hər biri yanına yazırıq x. Yəni biri 2x, digəri 3x, digəri də 5x. Çünki biri artırsa, digəri də artır. Azalırsa, digəri də azalır. Onda bunların cəmi, toplayanda bunlar 2, 3, 5, o da 5. 12x, ümumi 120 etməli. 120-ni 10-a böləndə x edir 12. 5-i 12-yə vuranda 60, 3-ü 12-yə vuranda 36, 2-ni 12-yə vuranda 24. Və bizdən soruşur ki, böyük ədəd edir 60, yəni D variantı. Keçək növbəti suala. 7-ci suala baxırıq. Ədədin 40% ilə 20%-nin fərqi 30-a bərabərdir. Bu ədədi tapın. Bəzən görürəm ki, şagirdlərimiz ədədi x götürür, bir dəfə 40%-ni tapır, sonra bir dəfə 20%-ni tapır və s. Təbii ki, eyni cavab alınır. Amma bu daha çox vaxt sərf etmək, daha çox enerji sərf etməkdir. Onsuz fərqi deyir də. Eyni ədəddən söhbət gedirsə, elə 40% ilə 20%-nin fərqi demirmi? Fərq deyəndə çıx. 40%-dən 20%-ni çıxanda, yəni 20%. Bu qədər. 40-dan çıxdınız 20. Yox, cəmi desəydi bu tip məsələlərdə, cəmi də deyəndə toplayardınız. Yəni 20% neçəyə bərabərmiş? 30-a. Bəs 100% nə qədər olar? Ədədin özü x. Onda olar 100 vur 30 bölünsün 20. Artıq bu səfər faizinə görədir. Faizinə görə ədəd tapanda da ədədi artıq 100-ə vurub göstərilən faizini inir əksinə bölürük. 20 ilə 100 gedər, qalar 5, 5 ilə 30-a vuranda cavab edər 150. Və yaxud da belə də tapa bilərdik. Faiz nə idi? Faiz ədədin %1-isiz. Yəni 20%, biz bunu kəsrlə yazsaq, bölsək 100%. Ədədin demə nə qədərsiymiş? 5-də 1-imiş. Və 5-də 1-i də neçə imiş? 30. 5-də 1-i 30 olanda tapmaq üçün 30 böl 1-ə. Vur 5-ə, cavab edər yenə də neçə? 150. Güman edirəm aydın olmuş olar. Növbəti 8-ci suala baxaq. 8-ci sualda isə bizə deyir. 25 şagirdin 15-i qızdır. Deməli, qızların sayı 15. Bəs oğlanların sayı nə qədər olacaq? 25-dən çıxarıq 15-i. Yerdə qalar 10. Və qızlar oğlanlara nisbətini, qızların oğlanlara nisbətini tapın. Nisbət nə deməkdir? Bölmə. Yəni, qızların sayı böl oğlanların sayı. Nisbət elə bölmə demək. Qızların sayı 15, oğlanlarda 10. Hər biri bölünər 5-ə, 15-i 5-ə bölürük 3, onu 5-ə bölürük 2. Yəni cavabımız edər 2 ilə 3 A variantı. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-cu sualda qiyməti 200 manat olan paltar 15% endirimlə satıldı. Yeni qiyməti tapın. Bu tip sualları iki cür həll edə bilərsiniz. Təbii ki, birinci, ilk ağla gələn nə olur? 15%-ni tapmaq. Faiz göstərəndə də vurub 100-ə bölmək. 15%-i edər 2-ni 15-ə vurarıq 30. 200-üdür. Deməli 30 manat endirim oldu. Yerdə nə qədər qalır? 170. Bir bu yolla. İkinci isə 15% endirim olursa, 100% deyildi ümumi. 100%-dən endirim dedə nedir? Çıxırıq. 15%-in çıxanda 100-dən 15-in yerdə qalır neçə? 85%. Yəni elə 200 manatın 85%-ni tapmaq üçün vurarıq 85-ə və bölərik 100-ə. 100 ilə 200 ixtisar edər, yerdə qalar 2 və 2-ni də 85-ə vuranda yenə də 170 cavabın almış olarıq. Heç bir fərqi yoxdur.
Növbəti 10-cu suala baxaq. 10-cu sualda tənasiba aid sualdır və x plus y-in cəmini tapın deyir bizə. X bölünsün 5 bərabərdir y bölünsün 3-ə. X-in yerinə elə biz 5k və y-in yerinə də 3k qoya bilərik. Həqiqətən də 5k-nı 5-ə böləndə k olur. 3k-nı da 3-ə böləndə k olur. K da k-ya bərabərdirmi? Bərabər. Yəni məxrəcinə uyğun elə k ilə dəyişənlə əvəz etdik. Və x çıxılsın y 8. X çıx y bərabər 8. X-in yerinə deyirik 5k, y-in yerinə 3k qoyduq. Bərabər 8-ə. 2k bərabər olur 8-ə. 8-i 2-yə böləndə k bərabərdir 4-ə. X plus y-in cəmini soruşur. X-in yerinə dedik 5k, üzərinə gəl 3k. Yəni cəmləri eləyir 8k. K da 4 olduğuna görə 8 vur 4-ə cavab edər 32. Yəni D variantı. Və yaxud da ədədləri bir-bir tapa da bilərdiniz burada. Deməli x 5k idi. K-nı 4 tapdığınıza görə 5 vur 4-ə x olar 20. Y isə 3 vur 4-ə edər 12. Yenə cəmləri 20 və 12, 32 cavabını almış olar. Keçək növbəti suala. 11-ci suala baxırıq. Pul 3 uşaq arasında 2-3-5 nisbətində bölündü. Ən çox olan 150 manat olarsa, ən çox alan daha doğrusu düzgün olardı. Nəysə, ümumi pulu tapın. 2-3-5 nisbətində 2 deməli x, 3x və 5x yazılır. Ən çox deyir. Ən çox nə qədərdir burada? 5x deyilmi? Deməli elə ən çox həmin o 5x nə qədərmiş? 150 imiş. Onda 150-ni 5-ə böldü. X bərabərdir neçəyə? 30-a. 150 idi bu. Qarşısına qeyd etdik. X 30 olduğuna görə 3-ü vuranda 30-a 90, 2-ni vuranda 30-a 60. Bizdən nəyi soruşur? Ümumi pulu tapın. Ümumi pulu da toplayanda 60, 90, 150. Bu da edər 300. Biri belə tapa bilərdik. İkinci yol. İkinci yolda heç həll etməzdik. Niyə həll etməzdik? Baxın, ən çox onsuz burada neçədir? Ən çox 5 deyilmi? Və bizdən deyir cəmi tapdı, düzümü? Cəmi nə qədər eləyir? 2 üstə 3, 5, o da 5, 10. Yəni 5-in neçə qatı? Onu 5-ə böləndə 2 qatı. Yəni elə bu 150-nin nə olmalıdır? 1 qatı 150-dirsə 2 qatı nə qədərdir? 2 vur 150-yə. Cavab edər nə qədər? Yenə də 300. Bir fərqi varmı? Yoxdur. Bir çox məsələdə çalışıram əlavə yollarda göstərim ki, hansı yol sizə daha çox rahat gəlsə, o yolla bu tip məsələləri bundan sonra rahat şəkildə həll edin. Növbəti 12-ci suala baxırıq. 400 manatlıq mal 20% bahalaşdı, sonra 20% endirim edildi. Son qiyməti tapın. Təbii ki, burada 400-ü bir dəfə 120 vurub, yəni 20%-ni tapıb, bahalaşmanın üstünə gəlib və s. Yəni xırda-xırda, hissə-hissə müxtəlif cür həll yolları var. Burada isə tamam fərqli bir, daha rahat yolu göstərəcəm. Rahat yollar baxanda əslində suallar xırda məsələlərdir. Nə qədər vacibdir ki, düşünürük ki. Amma bundan sonra belə deyək, çətin tipli suallar işləyəndə həmin o sadə yollar bizdə vərdiş yaradacaq. Artıq çətin suallarda da daha sadə, daha tez tapmış olacaq. Deməli, bu tip suallarda daha tez baza necə tapaq olar? 20% bahalaşdı. Ümumi 100% deyil. Bahalaşdı nə deməkdir? Artmaq deməkdir. Üstünə 20 gəl. 120. Sonra 20% endirim. 100-dən yenə də həmin o 100%-dir. Çıx 20-sin. Yerdə neçə qalar? 80. 120 vur 80-ə. Faiz ilə göstərmək üçün nə etməliyik? Bölməliyik 100%. Və ümumi bizdə nəyi soruşur? Bunu həll etsək sıfırlar gedər deməli. Sarıya aparaq. Deməli sonda neçə faizi qalmış olar? 96%. Yəni 400 manatlıq mal artıq 96%-ə satılıb. 96%-ni tapmaq üçün vur 96-ya böl 100. Və yenə buradan sıfırlar gedər. 4-ü 96-ya vuranda 400, 4 4-ün deməli 16. 400-dən 16-sını çıxanda 384. Cavabımız olar B variantı. Yəni bu yolla daha rahat tapa bilərik. Müəllim, hər dəfə 100%-dən tutaq ki, bahalaşdı deyəndə üstünə gəlirik. 100%-dən çıxır. Bəli, hər dəfə 100-dən çıx. 100-dən baha deyirsə və artım deyirsə topla, azalma deyirsə çıx. Vuru bir-birinə, böl 100-ə, sonda qalan nəticəni faiz olaraq görə bilərik. Növbəti 13-cü suala baxaq. 30 litr 40%-li ilə 20 litr 10%-li məhlul qarışdırıldı. Yeni faizi tapın. Tapaq. Deməli, ümumi yeni faizdə məhlul nə qədər olacaq? Yeni faiz. 30 litr 1 və plus 20 litr də bu. Cəmi nə qədər eləyir? 50 litr. 50 litrin tərkibində neçə faizli var? Onu tapmalıyıq. Ümumi cəmi 50-dir.
30 litrin 40% idi axı. 30 litrin 40% ümumi məhlul. Biz nə edirik? 30-un 40%-ni tapmaq üçün 30 vur 40-a faiz göstərəndə böl 100-ə. Yəni məsələn bunun tərkibində olan duzdur, yoddur, şəkərdir və s. Yəni nə qədər qarışıq olur? 0 ixtisar etsə 3 4-ün 12. 12 burdan. Sonra isə həmin bu 12 litr məsələn tutaq ki, yod. 20 litrdə də 10% idi. 20-nin də 10%-ni tapmaq üçün vururuq 10%-ə, faiz göstərəndə bölürük 100-ə. Yenə 0-a ixtisar etsə 2 1-in 2-lə burada. Deməli ümumi məhlul oldu 50 və həmin o 50-nin içində 12 litr 1 və 2 litrdə 1, məsələn duz, yod və s. həmin o qarışıq var. 12 o da 2 cəmi nə qədər eləyir? 14 litr. Ümumi məhlul oldu 50 litr, 50. İçində olan duz olsun, yod olsun və s. Bu nə qədər etdi? 14. Yəni 50-də 14. Necə ki soruşsaydı 14 50-nin hansı hissəsidir? 14 bölünsün 50 olacaq. Faiz ilə soruşduğuna görə vururuq 100%. 50 ilə 100 ixtisar gedər 50-yə. 2 qalar, 2-də 14-ə vuranda bu da edər 28%. Yəni cavabımız olar E variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-də A-nın 30%-i B-nin 50%-nə bərabərdir və nisbətini tapan bizdən soruşur. Cəmlərin fərqi ilə bölünür. Biz burada deyə bilərik ki, A 5K, B isə 3K. Məsələn 70-in 80-ə desəydi, 8K, 7K. Bu da hardan yaranır? Təbii ki, indi bir dəfəni yazmayacağıq, hardan yarandığını deyir. A-nın 30% deyəndə ədədin faizini tapmaq üçün faiz göstərən ədədə vurub, bölməliyik nə? 100%. Bölürük 100. Deyir, bu bərabərdir B-nin 50%-nə. Yəni, yenə də ədədin faizini tapmaq üçün vururuq faiz göstərən ədədə, yəni göstərilən faiz və bölürük neçəyə? 100%. İndi hər biri 100-ə bölünür, düzdürmü? 100-ə bölünübsə 100-ləri ixtisara aparaq. Çünki belə təsəvvür edin, hər birini 100-ə vuranda 100-lər getdi. Və A vur 30, A vur 30 bərabər oldu B vurulsun 50. Hər birini 10-a bölə bilərik, bəli, sıfırlar gedər. A vurulsun 3 bərabərdir B vurulsun nəyə? 5-ə. A-nı 3-ə vurub, B-ni 5-ə vuranda bir-birinə bərabər olur. Onda əksinə A-nın yerinə biz 5K, B-nin yerinə isə 3K yazsa, bunlar bir-birinə nə olar? Bərabər olmuş olur. Həqiqətən də 5K-nı 3-ə vuranda 5 3-ün 15, 3K-nı da 5-ə vuranda 15. Bir-birinə bərabər olurmu? Bəli. Və bizdən soruşur ki, A üzərinə gəl B bölünsün A çıxılsın B. Yəni olur 5K üzərinə gəl 3K bölünsün 5K çıx 3K. 8K böl 2K-ya kalar da gedər. 8-i 2-yə böləndə cavab edər 4. Təbii ki, burada indi ümumi yolu göstərdik. Artıq belə suallarda vərdiş yaransın ki, bir-bir yazmağa ehtiyac yoxdur. 5, 3, 30 və 50% demir. Sıfırları da sildik. 5 üstə gəl 3 bölünsün 5 çıxılsın 3. 8 böl 2 bərabər 4. Və bu ilə də bitdi. Keçək növbəti 15-ci suala. 15-ci sualda bizə nə deyir? Tərs mütənasib kəmiyyətdə, daha doğrusu tərs mütənasib kəmiyyət 4 dəfə artarsa, digər necə dəyişir? Bayaq izah etmişdik iş məsələsində, məktəbə getmək məsələsində zaman söhbət. Məktəbə gedirsiniz, məsələn, tutaq ki, bayaq da qeyd etdiyimiz kimi. Məsələn, gedirsiniz 30 dəqiqə. Sürətinizi 2 dəfə artırırsınızsa, 15 dəqiqə gedəcəksiniz, daha tez. Yəni tərsdə bir-birinin tərsinə olur. Biri artanda digəri nə olur? Azalır. Yəni bu artırsa, demək digəri nə olmalıdır? Azalmalı. 4 dəfə artdığına görə digəri demək 4 dəfə nə olur? Azalır. Yəni cavab olur D variantı. Keçək növbəti suala. 16-cı suala baxırıq. 16-cı sualda bizə deyir. 500 manatlıq illik 12% sadə faiz ilə 2 il müddətinə banka qoyuldu və müddət sonunda nə qədər pul alınacaq? Sadə faiz artımı üçün belədir. Deməli, əslində belə də tapa bilərsiniz. 500-ün 12%-i şifahi şəkildə deyək. 60, 2 ilə deyirsə, 2-ni vurursunuz 60-a, 120. 500 üstə 120, 620. Bitdi. Yəqin ki, bu formada da həll edənləriniz var. Sadə faiz artımı isə, baxın, belə qeyd edir. Daha rahat, illik sadə faiz artımı. Deməli, məsələn, yazaq illik ümumi bərabərdir. Sadə faiz artımı. Deməli, S, məsələn, ümumi məbləğ olsun. Vurulsun P faiz, vur T və bölünsün nə olur? 100. T nədir burada? Zaman. Yəni, ümumi məbləğ nə qədərdir? 500. Vur faiz 12%. Vur il nə qədərdir? 2 ilə və bölünsün 100-ə. Burada ixtisar aparsaq 100 ilə 5 gedər. 5-i 12-yə vuranda 60. 60-ı 2-yə vuranda bu da etdi nə qədər? 120. Əvvəl 500-üdür.
Üzərinə gəldirək 120. Bu da eləyir 620. Yenə eyni cavabı alır. Bunu bir dəfəni tapmaq istəyirsinizsə, plus üzərinə gəlsin S. Nə qədər oldusa, plus minus belə deyək də. Bəzən artım ola bilər, bəzən azalma ola bilər və s. Belə yadda saxlaya bilərik. Güman edirəm aydın olmuş oldu. Qeyd edək cavabı, sonra yaddan çıxmasın. 620. Və növbəti 17-ci suala baxaq. 17-ci sualda su və duzun kütlələri 3/2 olan qarışıq 50 litrdir. Neçə litr su var? Sadə bir sualda nisbət olan kimi nə edirik? Yanına x-ların yazır. Deməli, su 3x, duz isə 2x. Cəmləri nə qədər eləyir? 3x üzərinə gəlir 2x. Bu deyir 50 litrdir. 3 üstə 2 bu edir 5 x deyib k yazdıq. Nəysə bir şey etməz. 5x yox. X da yazaq, sonra küsüb eləməz. 5x bərabərdir 50-yə. 50-ni 5-ə böləndə x bərabər olur 10-a. Bizdən soruşur suyu. Su 3x olduğuna görə 3 vur 10-a cavab edir 30. 17-də də cavabımız oldu 30. Növbəti suala baxaq. 18-ci suala baxırıq. 18-ci sualda 2 ədədin cəmi 80-dir. Birinci ədədin 25%, ikinci ədədin 15%-nə bərabərdir. Və böyük ədədi tapın. Bu sualı iki cür həll edə bilərik. 1, deməli 2 dəyişənli yazaq. 2 dəyişənli. 2 ədədləri bilmirik. Tutaq ki, ədədlərdən biri A olsun, biri də B. Deməli, A üzərinə gəlsin B, bunların cəmi edir 80. Sonra isə bizə deyir, birinin 25%, yəni A vur 25%, məsələn, böl 100-ə. Bəs müəllim B vurulsun 25 yazsaydı nə olardı? Heç nə olmaz. Fərqi yox. A, B. A-dan xoşun gəlirsə A-nı vur, B-dən xoşun gəlirsə B-ni vur. Heç fərqi yox. A vur 25 böl 100 bərabərdir digər ədədin 15%-nə. Yəni B vur 15% və böl 100. Bunu hər dəfə yazıram ki, tam aydın görsənsin. Amma hər dəfə yazmaya ehtiyac varmı? Xeyr. Çünki yüzlər hər zaman nə olur? İxtisar getmiş olur. 15-25 hər biri nəyə bölünür? 5-ə. 25-i 5-ə böləndə A vur 5 qalır. 15-i 5-ə böləndə bərabərdir B vurulsun 3 qalmış olur. Deməli, A vurulsun 5, B vurulsun 3. Əksinə A-nın yerinə 3, yəni 3K, çünki 3, 5-in 15. B-nin yerinə isə 5K qoysaq, çünki 5, 3-ün 15-i. Bir-birinə bərabər olmuş olar. Bunların da cəmləri 80-dir axı. Onda yazarıq ki, 3K üzərinə gəl 5K bərabər 80. 8K bərabər 80 olar. 80-i də 8-ə böləndə K bərabər olar. Buradan yazaq 10-a. Böyük ədədi soruşur. Deməli, ədədlərimiz biri oldu 3K, biri 5K. Yəni, ədədlər neçə olacaq? Biri 3 10-un 30, digəri 5 10-un 50. Böyük ədəd cavab edir 50. Bu birinci yol. İkinci yola baxaq. İkinci həll yolu necədir? İkinci həll yolunda isə qeyd edirik bir dəyişənli. Tutaq ki, qeyd etdik bir dəyişən. Bir dəyişən nə deməkdir? Məsələn, bayaq yazdığımız yol 2 dəyişənli idi. A və B 2 dənə dəyişən vardı. A-nın da neçə olduğunu bilmirdi, B-nin də. Bir dəyişəndə bir dənə dəyişən olacaq. X, Y, M, K və s. Adı üstündə. İndi həmin bu bir dəyişənlikdə necə? 2 dənə ədəddən söhbət gedirdi. Ədədin biri olsun, tutaq ki, birincisi x, ikincisi olacaq 80 çıxılsın x. Niyə belə yazdım? Məsələn, bizə demirdi cəmi 80-dir. Bu hissəni silə, bir də sənə qarışdırma. Deməli, məsələn, deyirəm ki, ədədlərdən biri 20-dir. Digərini tapmaq üçün nə edərsiniz? Deyirsiniz, müəllim, cəmi 80 deyilmi? Biri 20-dirsə, digəri də 80 çıxılsın, 20 olacaq. Ona görə biz deyirik ki, ədədlərdən biri x-dırsa, digəri nə olur? 80 çıxılsın x. Necə ki 20 olanda digəri 80 çıxılsın 20 olur tapırdınız. X olduğuna görə x yazırsınız. Yəqin ki, bura qədər aydındır. Sonra isə nə deyir? Birinin 25%, digərinin 15%. Yenə də hansından xoşunuz gəlirsə ona vurun 25-ə. Yəni heç fərqi yox. 80 çıx x. Tutaq ki, vur 25%-ə böl 100% bərabərdir digərinin 15%. X vur 15%-ə və böl 100-ə. Yenə də dedik ki, 100-lərə ehtiyacı yoxdur. Ehtiyac yoxdur. Niyə yazıram? Çünki ümumi yolu göstərdiyimiz üçün 100-lər getdi. 25-in 15-i burada 5-ə bölək 3 olsun. 5-ə bölək 5 olsun. Vurub açaq 5-i vursaq 80-ə 400. Çıx 5-i x-a vuranda 5x bərabərdir 3x-a vuran 3x-a. 5 sağa keçəndə yenə 8x bərabər olacaq 400-ə. 400-ü 8-ə böl, x bərabər olacaq 50-yə. Demək ədədlərdən biri 50, digəri 80 çıx 50, 30.
Yəni bu yolla da yenə də eyni cavabı tapmış oluruq. Güman edirəm aydın olmuş oldu. Keçək növbəti suala. 19-cu suala baxırıq. 19-cu sualda bizə deyir: traktorçu tarlanın 40%-ni 3 saata şumladı. Qalan hissəni həmin sürətlə neçə saata şumlayar? Yəni 40%-i 3 saatadsa, qalan hissə nə qədər olacaq? Ümumi 100%-dir. 100%-dən 40% gedirsə, yerdə qalır 60%. Yəni qalan hissə də olur 60%. 60%-ni neçə saata şumlayar? X. Düz mütənasib olduğuna görə. Onda olacaq 60 vur 3-ə bölünsün 40-a. Sıfırlar buradan gedər. 6 üçün 18 bölünsün 4. 2 çıxaq aparasaq 9 bölü 2. 9-u 2-yə böləndə cavab edər 4,5 saata. 19 lira cavabımız etdi. 4,5. Keçək növbəti suala. Növbəti suala keçməmiş bunu digər bir yolla da şifahi şəkildə tapa bilərsiniz. Necə? Məsələn, ümumi 40% deyil, 40% 3 saat. Biz 100%-ə tamamlasın deyirəm. 40% üstəgəl 40% 80, üstəgəl 20% yaza bilərikmi? Bəli, yaza bilərik. 40%-i 3 saat. Bu yadımızda, düzdürmü? Yerdə qalır 60%. Demək bu 40%-də 3 saat olacaq. 20% 40-ın yarısı deyilmi? 3-ün də yarısı, yəni 3 manatı 2-yə bölsək, düşür 1,5. 3-ün də yarısı belə deyib 1,5 burada. 3 o da 1,5, yenə 4,5 cavabını tapmış olur. 20-ci suala baxırıq. 20-ci sualda bizə deyir ki, malların qiyməti əvvəlcə 20% artırıldı. Sonra yeni qiymət üzrə 25% endirim edildi. İlkin qiymət necə dəyişdi? Əvvəlki məsələlərdə də faiz artımı, sonra faiz azalma vardı, dəyişimi soruşurdu. Dedik ki, bu tip məsələdə artıq tənlik qurmağa ehtiyac yoxdur. Daha rahat həll etmək üçün. Artım deyirsə 100-ün üstünə biz 20 gəlirik. Olur 120 və endirim deyirsə 100-dən çıxırıq 25-i, qalır 75. Onda olur 120 vur 75 və bölürük 100-ə. 75 ilə 100 25-ə ixtisar gedər 3 qalar. 25-ə böləndə deməli 4 qalar. 4-ü ilə də 120 ixtisar gedər, burada qalar 30. 30-u 3-ə vuranda bu da edər 90%. Bizə soruşur ki, ilkin qiyməti necə dəyişdi? İlkin qiymət qeyd etdik ki, hər zaman 100% olmuş olur. Biz isə neçə faiz tapdıq? 90%. Nə oldu? 100-dən çıxırıq 90-ı. Deyirik ki, 10% azaldı. Azaldı. Yəni cavabımız olur 10% azaldı. 100-dən aşağıdırsa azaldı olur. Hər hansısa bir məsələdə isə 100-dən yuxarı olsaydı, yəni bu tip məsələlərdə deyərdik ki, artım olub. Keçək növbəti suala. 21-ci suala baxırıq. A qabında 30%li 40 litr, B qabında 15%li 60 litr məhlulu var. A-nın 4də 1 hissəsi və B-nin 3də 1 hissəsi qarışdırıldı. Yeni məhlulun faizini tapın. İndi birinci məsələn A-da nə qədər məhlul var və s. yəni qarışıq var. Bu hissələri ayrı-ayrı da tapa bilərik. Amma daha rahat yolu necədir? Və məntiq ilə burada baxın. Deyir A-nın 4də 1 hissəsi götürülüb. A-nın 4də 1 hissəsi götürüləndə o məhlulun tərkibində nə varsa, məsələn şəkər ola bilər, yod ola bilər, duz ola bilər. Yəni sudan da götürülür. Həmin o yod, duz, şəkər nə varsa tərkibində ondan da götürülür. Hər birindən 4də 1-i götürüldüyünə görə ümumi elə biz deyərik ki, 40 litrin 4də 1-i götürülür. Böl 4-ə vur 1-ə. Yəni nə qədər götürüldü? 10. Burada qeyd edək. Deməli 11. Sonra isə 60 litrin isə B-dən isə 3də 1-i götürülür. 60-ın da 3də 1-i böl 3-ə vur 1-ə. Bu da edər 20. Yəni 11 götürülüb 20də 1. 10 üstə 20 cəmi nə qədər edir? 30. Yəni məhlul ümumi oldu nə qədər? 30. İndi bunun tərkibində nə var? A-dan götürdüyümüz həmin 10-un 30%lidir. Necə ki 40 litr 30% isə bu içində olan 10 litr də 30%dir. Yəni 40-ın 30-u məsələn 12-dir, 10-un 30%-i 3 edəcək. Yəni həmin bu 10-un 30%-i nə qədərdir? 10 vur 30-a göstərilən faizə vurub 100-ə bölür. Sıfırlar xısar gedər, yerdə qalar 3. Deməli 3 buradan və deməli 3də 1-in götürdüyümüz B-də 15% idi axı. Məsələn 60-ın 15% deyəndə 60-ı 15-ə vurub 100-ə bölürük. Bu da deyəsən 9 edər səhv etmirəmsə. 3də 1 isə 9-un da 3də 1 ilə 3 eləyir. Və yaxud da 60-ın 3də 1 20 idi axı. 20-nin də 15% deyəndə 20 vur 15%-ə göstərilən faiz. Böl 100-ə. Yenə də burada 20 ilə 100-ü ixtisar apararaq aşağıda qalar 5. 15-i 5-ə böləndə düşür 3. Yəni 3 də buradan götürüldü yenə də. 3 üstə 3. Və yaxud da əvvəldən də hesablasaydıq eyni cavab olmuş olar. 3 üstə 3 bu deyilir 6. Ümumi məhlul dedik ki, oldu 30 və 6 isə bunun tərkibində olan duz, yod, şəkər və s. Faizini də tapmaq üçün vururuq 100%. 36 hər biri 6-ya bölündü. Burada qalar 5. 100-ü də 5-ə böləndə cavabımız olar 20%. 21-ci sualda cavabımız oldu 20%. Keçək növbəti suala.
22-ci sualda 3 fəhlənin məhsuldarlığı 2/1, 3/2, 4/1 ilə tərs mütənasibdir. Onlara 780 manat verilmişdir. Hər birinə düşən məbləği tapın. Baxın, əvvəlki məsələdə düz mütənasib və tərs mütənasib və bu dərsdə də nümunəsini qeyd etdik. Burada da deyir tərs mütənasib. Tərs mütənasib nə deməkdir? Biri artanda digəri azalır. Və yaxud da məsələn biz kəsrlərdə biri, tutaq ki, bizdən desə ki, 5-də 4-ün tərsi nə edirik? Yazırıq 4/5 tərsinə. Tərs deyəndə hər hansı bir ədədin tərsi. Məsələn 5-in tərsi deyirsə, biz 1 bölünsün 5 yazırıq. Yəni tərsi artıq olur 5/1. Necə ki 5-də 4-ün tərsini tapanda 1-i böldük 5-də 4-ə və böləndə bu əksinə vurma olur. 1 vurulsun 4/5 olur. 1-i də 4/5-ə vuranda 4/5 olmuş olur. Ona görə hər hansı bir ədədin tərsi deyəndə 1-i bölürük həmin ədədə. Kəsrdirsə kəsrə, adi ədəddirsə ədədə və s. Deməli 1 bölünsün həmin ədəd. Ona görə kəsrlərin tərsi deyəndə kəsrlərin tərsi 1 bölünsün olduğuna görə məxrəc sürətə, sürət isə məxrəcə yerlərini dəyişmiş olur. Yəqin ki, artıq bu aydındır. Ona görə biz 2/1-in tərsi, yəni 1 bölünsün 2/1, bir dəfəni yazaq. Tərsi olacaq 2. 3/2-nin tərsi, 1-i böləndə 3/2 artıq olacaq 2/3 və 4/1-in tərsi 1-i böləndə 4/1-ə əksinə 1 vurulsun 1/4 olacaq, 4 olacaq. Və kəsrdən azad edək deyə hər birini deməli nəyə vura bilərik? 4, 2, 2, deməli sadəcə bir dənə burada kəsr var. 2-yə vura bilərik. Belə də toplaya bilərik artıq və heç fərqi yoxdur. Yəni kəsrlə də yaza bilərik. Kəsrsiz həll etmək üçün hər birini vurarıq 2-yə. 2-ni 2-yə vuraraq bunu 4 götürərik. 3-də daha doğrusu 2 ilə 3-ünü 2-yə vuranda 2-lər gedər. Bunu 3 götürərik və 4-ü də 2-yə vuranda 8. Artıq hər birinin neçə hissə təşkil etdiyini tapdıq. Yəni biri 4 hissə, yanına dəyişəni yazaq. 4x, digəri 3 hissə 3x, digəri də 8x. Və ümumi nə qədər pul verilib? 780 manat. Deməli onda 4x üzərinə gəl 3x, üzərinə gəl 8x bərabər olacaq 780-ə. 15x bərabər olacaq 780-ə. 780 15-ə böləndə x bərabər olacaq 52-yə. Aparıb yerinə qoysaq, x-in yerinə 52 qoyuruq. 4-ü 52-yə vuranda 8, 4, 5-in 20. 208 biri. Sonra 3-ü 52-yə vuranda 3, 2-in 6, 3, 5-in 15. 156 manat biri. Digəri isə 8, 2-in 16, o da 40. Deməli 41. 416. 416 manat da biri. Yəni cavabımız oldu. Hər birinə düşən məbləğ 208, 156 və 416. Keçək növbəti suala. 23-cü suala baxırıq. Soyuducunun maya dəyəri üzərinə 40% qazanc əlavə olundu, sonra 15% endirim edildi. Endirimdən sonra soyuducunun satışından 190 manat mənfəət əldə olundu. Soyuducunun maya dəyəri neçə manatdır? Bayaqki suallarda onsuz var idi. 40 və yaxud da hər hansı 40% demək, hər hansı 1% artım, sonra isə hər hansı 1% azalım. Tənlinsiz bu yolla həll etmək üçün deyirik, necə edirik? 100 üstə gəlirik 40. Yəni əlavə olunmaq, toplamaq. Bu edirik 140. Sonra isə 15% endirim. 100 çıxılsın 15. Endirim deyəndə isə çıxırıq. Və 100-dən də 15-in çıxanda yerdə qalır 85. 140 vur 85 və bölürük 100-ə ki, neçə faizlə satıldığını tapaq. Və burada ixtisarları yaparsaq, deməli 85 ilə 100 hər biri 5-ə bölünər 17, 5-ə böləndə 20, 140-ı da 20-yə böləndə düşər 7. 7 vurulsun 17-yə. 49 o da 70, bu da edər 119%. Yəni neçə faiz ilə satılıb? 119% ilə satılıb. Həmin bu 119% ilə satılması 190 manat mənfəət deməkdir. Yəni ümumi biz hər hansısa bir malın, ədədin və s. ilkin qiymətin neçə faiz ilə qeyd edirdik? 100% ilə. 100% iləndir, bu isə 119 olur. Tənasiblə də qrup həll edə bilərsiniz. Müxtəlif cür təbii ki. Məsələn, deyərsiniz ki, 119% çıxarsınız 100%-in yerdə nə qədər qalar? 19 manat artığına satmaq. Və bu 19 manat artığı 190 manat mənfəətdir. Onda 1%-nə nə qədər düşür? 190-ı böləndə 19-a düşür 10. Yəni hər 1%-nə 10 manat. Onda 100 vur 10-a cavab edər neçə? 1000. Bir belə taparsınız, cavabımız olur 1000. İkinci yoluna baxaq. İkinci yolunda isə bir də saniyə ekranı silək. Soyuducunun özümüz məsələn qəbul edək ki, məsələn maya dəyəri 100 olsun. Niyə 100 götürürük? Çünki 100%-ni hesablananda daha rahat olur. Biri 1%-ə düşür deyə.
40% qazanc deyirsə, 100-ün 40% ilə 40 edir axı. Onda deyirik 100 üzərinə gəl 40 artı 140-a satılmalıdır. 15% endirim etdi. 140-ın 15% nə qədərdir? 140-ı vururuq 15-ə, faiz göstərəndə bölürük 100-ə. 15% endirim edir və bu deyilir nə qədər? 21. 21 etdi. Və 140-ı da 21 endirim olacaqsa 140-dan çıxanda 21-in, deməli 119 manata satıldı. Əvvəlki qiymətinə qəbul etmişdik 100. İndi 119-a satıldı. Nə qədər artıqla satılır? Onda 119-dan çıxanda 100-ün yerdə qalır 19. İndi biz maya dəyəri 100-ü özümüz qəbul etmişdik. Əvvəlki maya dəyəri nə qədərdir bilmirik x. Yəni əvvəlki maya dəyəri bölünsün özümüzün qəbul etdiyimiz, yəni 100 maya dəyərini qəbul etmişdik. Həmin 100-ə bərabərdir. Ümumi qazandığı, yəni real olan maya dəyəri x-dır və real olan qazancı nə qədərdir? Mənfəəti 190. Yazırıq 190-ı, yəni ikisində reallar sürətdə. Və xəyali olaraq 100 biz qəbul edəndə özümüz məsələn qəbul etdik ki, 100-dür maya dəyəri. Həmin vaxt isə qazancı nə qədər olur? 19. Eyni nisbətlər olmalıdır. Çünki birini biz xəyali olaraq həll etdik, biri isə real axtarılan. Və yenə də çarpaz şəkildə vursaq və yaxud da burada elə 190-ı 19-a böləndə düşür neçə? 10. 100-ü də 10-a vuranda x bərabər olur neçəyə? 1000. Deməli, maya dəyəri olur 1000. Güman edirəm bu yolda aydın olmuş olar. Keçək növbəti suala. 24-cü sualda 6 fəhlə gündə 8 saat işləməklə 10 günə 480 detal hazırlayır. 8 fəhlə gündə 6 saat işləməklə neçə günə 720 detal hazırlayır. Burada bir şeyə diqqət etdiysək, görərik ki, 8 saat 10 gün. İkisi də eyni zaman eynidir. Yəni zamanı bildirir, vaxtı bildirir. Yəni 8 vurulsun 10. Bunun hamısına bir işdə 80 saat yaza bilərdimi? Yaza bilər də. Və yaxud da 8 fəhlə 6 saat işləməklə 720 detalı neçə günə deyir. Burada günü bilmirik, məsələn x-dir. Biz bunu bir dəfəlik 6x götürə bilərikmi? Bunlara məsələn bu formada yanaşı daha rahat həll edə bilərik. Və biz bilirik ki, işçi ilə zaman bir-biri ilə tərs mütənasibdir. Tərs mütənasib olanda biz nə deyirdik? Məsələn A, B. Tutaq ki, burada yazırdıq C, D. Artıq çarpaz yox, nə edirdik? Qarşı-qarşıya vururduq. Ona görə bu tip suallarda nə edəcək? Qaydamız belədir. Birinci iş vurulsun qalan hamısı. İkinci iş vurulsun qalan hamısı. İş nədir burada? Detal hazırlamaq. Yəni birinci işi vururuq, digərində işdən başqa qalan hər şeyə. Çünki iş onsuz buradadır. Və ikinci işi vururuq, digərində işdən başqa qalan hər şeyə. İş nədir burada? Detal hazırlamaq. Yəni 480. Onda olacaq 480. Vurulsun. Digərində qalanlar nədir? 8 fəhlə vur 8-ə. Vur 6 saat vur 6-ya. Və neçə günə deyir. Biz də həmin günü bilmədiyimizə görə x-dan ifadə edirik. Vur x-a. Bərabərdir. İndi ikincisində baxırıq. Nə var burada? İş nə qədərdir? 720. İş çünki detal hazırlamaq. Olacaq 720. Vurulsun. Yerdə nə qaldı? 6 vur 8, yəni digərində qalanlar 6, 8 və 10. Və burada indi ixtisarları yaparaq 8 gedər 6, 8, 6 ikisində də gedər. 480, 720. Hər biri deməli 240-a bölünər. 240-a böləndə 2 düşər, 240-a böləndə 3 düşər. 10-la da 2 ixtisar gedər, x bərabərdir. Burada 5 qalar, 3 5-in cavab edər 15. Deməli, neçə günə hazırlayar? 15 günə hazırlayar. Qaydamız da oldu necə? Bir daha təkrar edək. Birinci iş vurulsun, digərində işdən başqa qalan hər birisinə bərabərdir. İkinci iş vurulsun, digərində işdən başqa qalan hamısına. Keçək növbəti suala. Və nəhayət 25-ci sonuncu sualın izahına baxırıq. 2 ədədin nisbəti 3/5 kimidir. Birinciyə 12 əlavə edilib. İkincidən 12 çıxılarsa nisbət 7 bölünsün 9 olur. Bu ədədlərin cəmini tapın. Nisbətləri əvvəlcə 3/5 kimi idisə, ədədin birinə 3x, digərinə də 5x yaza bilərik. Kəsr xəttinə yazaq ki, daha da aydın olsun. Birinə yazıram 3x, digərinə yazıram 5x. Çünki ixtisardan sonra 3/5 şəklində qalır. 3 ilə 5 deyil tək. Məsələn, bu 6 və 10 ola bilər. Tutaq ki, 30 və 50 ola bilər və s. Birinciyə 12 əlavə edib, 12 əlavə etdik. İkincidən 12 çıxılarsa 12 çıxdı. Və bu nisbət 7/9. Bunu da kəsrdə yazsaq, 9-da 7 yaza bilərik. Kəsr xətti ilə bölməyin. Və burada çarpaz şəkildə vursaq, 9 üçün 27x üzərinə gəl.
9-u 12-yə vuranda 90, o da 18, 108 bərabərdir. 7 5-in 35x çarpaz vuranda. Çıxılsın 7 10-un 70, 7 2 14 çıx 84. X'ları bir tərəfə keçirdək, ədədləri bir tərəfə. Onda olacaq 108 üzərinə gəl 84 bərabər 35x çıx 27-yə. Yəni 27x. 35-dən 27-sini çıxanda qalır 8x bərabər 108 + 84, 8 84 192. X da bərabər olacaq. Əslində biz elə burada cavabı bir dəfəni görə bilirik. Nə üçün? Çünki bizə deyir bu ədədlərin cəmini tapın, düzdürmü? Bu ədədlər 3x və 5x deyilmi? Cəmləri onsuz nə qədər eləyir? 8x. 8x neçədir? 192. Nəsə bir şey ehtiyac varmı? Yəni təşkil yazmağa? Əlbəttə ki, yoxdur. Amma yenə də axıra qədər gedək ki, küsüb inciməsin. 8-ə bölünə düşər 2 dəfə, bura yazaq. 2 8 16 və düşər 4. Aparıb yerinə qoyaq. Deməli 3-ü vuranda 24-ə bu edər 72 və 5-i vuranda 24-ə bu deyilər 120. Cəmlərini soruşurdu. 72 və 120, yenə cavab 192 70 olur. İzahlarımız bu qədər. Güman edirəm sizlər üçün faydası olmuş oldu. Növbəti video izahlarda görüşənədək, əgər faydası varsa izahların, videolardan xəbərdar olmaq üçün və dəstək üçün videonu bəyənib paylaşa bilərsiniz. Hələ ki, hələlik.